Qarlar əriyir və meyitlər üzə çıxır. Bu məşhur bir məsəldir və yəqin ki, siz də eşitmisiniz. Cinayətlərin açılması üzərindən uyğunlaşdırılmış bir deyimdir. Əliyev rejiminin Avropada dağıtdığı külli miqdarda rüşvət faktlarının hüquqi qiymətləndirilməsi prosesinə də uyğun gəlir. Almanya parlamentinin aşağıdakı nümayəndə heyətinin keçmiş üzvü Axel Fischer Azərbaycan hökumətindən rüşvət aldığına görə cəzalandırılıb. Münhen Ali Regional Məhkəməsi Fischerə 14 ay həbs cəzası verib, hökm şərti azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. 3 illik probasiya dövründə o, qanunun tələblərinə əməl edəcəyi halda həbsxanaya göndərilməyəcək. Hökmə görə sabiq deputat həm də xeyriyyə fondlarının birinə 12.000 avro bağışlamalı, 20.000 avrosu isə müsadirə olunmalıdır. Siyasətçi 2 il ərzində seçkili vəzifələrdə təmsil olunmaq hüququndan da məhrum edilib. Hakim Johan Bösel deyib ki, 26 məhkəmə prosesi zamanı 50-dən çox vəsatət qaldırılıb. O bildirib ki, Fischer dəfələrlə məhkəmədən yayınıb, ittihamın qüvvədən düşməsi üçün vaxtı uzatmağa çalışıb. Axel Fischer məhkəmə müddətinin keçməsinə nail olmaq üçün bütün vasitələrə əl atıb, bunun qarşısını almaq üçün təqsirləndirilən həbs olunub və məcburi şəkildə məhkəməyə gətirilib. Əslində, Fischerin məhkəmə prosesi də eyni cinayət işi üzrə ittiham olunan keçmiş deputat Eduard Lindnerin işi ilə birlikdə aparılırdı, lakin Fischer səhhətindəki problemləri əsas gətirdiyindən məhkəmə prosesi ancaq 2025-ci ilin oktyabrında başlaya bildi. Fischer saxta tibbi arayışlarla məhkəmədən yayınmağa davamlı cəhdlər edirdi ki, bəlkə prosesdən ümumiyyətlə yayına bildi. Amma bacarmadı. Almaniyada ona daimi xəstəlik kağızı verən bir həkim tapılmadı. Kimsə saxtakarlıq etmək istəmədi. Tibbi ekspertiza onun prosesdə iştirak edə biləcəyinə dair müsbət rəy verəndən sonra keçmiş deputat müalicə üçün yerləşdirildiyi klinikadan məcburi şəkildə müşayiət altında məhkəməyə gətirilib. Hər kəs qanunun icazə verdiyi imkanlar daxilində özünü müdafiə edə bilər, üzürlü səbəb olmadan məhkəmədən yayınmaq qanunun çərçivələrini aşır. Kimsə sistemi allatmağa çalışaraq mühakimə olunmaqdan yayına bilməz. Hər kəs qaydalara riayət etməlidir. Təqsirləndirilən şəxs barəsində həbs qəti imkan tədbiri seçilməsəydi, bugün hökm çıxarmaq mümkün olmayacaqdı deyə prosesin hakimi vurğulayıb. Fischer 1998-ci ildən 2021-ci ilə qədər Almanya Bundestagında Xristian Demokratlar İttifaqı, Xristian Sosialist Birliyi parlament qrupunun üzvü olub və bu səbəbdən də Avropa Şurası Parlament Assambleyasına nümayəndə təyin edilib. Məhkəmə istintaqı zamanı müəyyən edilib ki, cavabdeh 2011-ci ilin əvvəlində Azərbaycanın Aşbağdakı nümayəndə heyətinin 2 üzvü Müslüm Məmmədov və Elxan Süleymanovla sövdələşməyə girib, onların göstərişlərinə əsasən Azərbaycan hökumətinin xeyrinə çıxış etmək, sənədləri vaxtında onlara təqdim etmək və Azərbaycan hökumətinin xeyrinə səs vermək tapşırığı alıb. Bu sövdələşmənin müqabilində tərəflər arasında nağd ödənişlər barədə razılıq əldə olunub. 2011-ci ildən 2014-cü ilin avqust ayına qədər cavabdeh cəmi 79.000 avro nağd pul alıb. Bu cinayət əməli sayılmayıb, çünki Aşba Almanya Cinayət Məcəlləsinin rüşvətlə ələ alma maddəsinin əhatə dairəsinə 2014-cü il sentyabrın 1-dən daxil edilib. Amma Fischer üçün sövdələşmə bu dəyişiklikdən sonra da qüvvəsində qalıb. Keçmiş deputat bu qərardan sonra 4500 avro, 2016-cı ilin yanvarında isə qarşı tərəfdən 20.000 avro əldə edib, yəni Azərbaycan hökumətinin emissarlarından. Aşba üzvü kimi Fischer Azərbaycan hökuməti üçün müxtəlif işlər görüb. Xüsusilə 2015-ci ildə o deputat olan İlxan Süleymanov və Mürsəl Məmmədova hesabat layihəsi göndərib. Fischer bu dəfə də məhkəmədə dirəniş göstərməyə çalışdı, ittihamları rədd etmək üçün müxtəlif bəhanələrdən və saxta argumentlərdən istifadə etdi, Azərbaycandan heç vaxt pul almadığını iddia etməyə çalışdı.
O hesabına şübhəli nağd pul yatırımlarını əvvəl külli miqdarda pul çıxarıb seyfdə saxlaması, sonra yenidən hesabına yatırmasıyla izah etdi. O, bununla bağlı məhkəməyə çox sayılı kağız-çuğuzlar da təqdim etməyə çalışdı. Xüsusilə əhəmiyyətli olan iki hesabatda Fisherin adına köçürmələrə rast gəlinir. Ödəniş tarixləri cavabdehin işgüzar səfərləri ilə üst-üstə düşür. Həmin dövrdə Aşbada Fisher soyadını daşıyan deputat ancaq Aksel Fisher olub. Cavabdeh Azərbaycanla bağlı hesabatlarda sənədləşdirildiyi kimi müəyyən məbləğdə nağd pul aldıqdan təxminən 4 gün sonra uyğun məbləği bank hesabına yatırıb. Məhkəmə onun bu vəsaitlərin mənbəyi ilə bağlı ifadələrini etibarlı hesab etməyib. Fisherin həyat yoldaşının nağd pulun mənşəyi ilə bağlı ifadəsi isə o qədər ziddiyyətli olub ki, məhkəmə onun dediklərinə sadəcə olaraq inanmayıb. Bundan başqa Aşbanın sesiyaları zamanı çox saylı nağd pul yatırımları da qeyd alınıb. Məhkəmə cavabdehin seyfdə saxladığı 80.000 avronu hissə-hissə hesabına yatırdığına dair verdiyi ifadəyə də inanmayıb. Onun Avropa Şurası ilə bağlı səyahət xərcləri üçün ödənişləri nağd şəkildə aldığı və sonra bu vəsaiti öz hesabına yatırdığına dair iddiası əsassız hesab olunub. Fisher bu şübhəli əməliyyatlara aydınlıq gətirə bilməyib. Nəticədə onun mənşəyi ilə bağlı heç bir ağlabatan izahı olmayan ümumilikdə 100.000 avrodan çox ödəniş əldə etdiyi müəyyənləşdirilib. Həmin məbləğlər Fisherin bank hesabına Aşbanın iclaslarının keçirildiyi ərəfələrdə yatırılıb. Məhkəmədən bildirilib ki, pulun müxtəlif hesablar arasında bölüşdürülməsi də anlaşılan olmayıb. Qeyd edək ki, Fisher barəsində verilən bu hökm hələ hüquqi qüvvəyə minməyib. Müdafiə tərəfi və Münhen Dövlət Prokurorluğu bugündən etibarən bir həftə ərzində Federal Ədalət Məhkəməsinə apellyasiya şikayəti vermək hüququna malikdir. Amma Fisher də başqaları kimi bu pulları Azərbaycan hökumətindən niyə almışdı və ya Azərbaycan rejimi bu pulları bu Avropalı deputatlara niyə vermişdi? Onlar Azərbaycan hakimiyyətinin Azərbaycanlılara qarşı yönələn vəhşi idarəetmə tərzinə haqq qazandırmalı və onları örtbasdır etməli idilər. İlham Əliyev Davosda filanda biz yalnız Avropa Komissiyası ilə işləyirik, Avropa Parlamenti və Aşba kimi qurumlarla işləmirik kimi bəyanatlar verə bilər. Bu o demək deyil ki, hansısa ilin hansısa günündə Avropa Komissiyasından da buna bənzər işləklər çıxacaq, amma onu demək istəyirəm ki, axı İlham Əliyevi Aşbadan qovublar. Avropa Parlamenti isə bu qovulmanın səbəblərini göstərən sənədləri dərc etməkdə davam edir. Yəni, öz ölkəsinin insanlarına zülm edən, heyvan kimi davranan siyasi rejimin mədəni dünyada kumir kimi zühur etməsinə dözməyən siyasi elitalar hələ ki var və olacaq. Bu xəbəri isə mən sizə Azərbaycanlı mühacir jurnalistlərin qazetçi layihəsinin təqdimatından götürüb çatdırdım.